Necəsən? Özünü necə hiss edirsən? Sonuncu dəfə nə zaman özündən soruşmusan, mən necəyəm? İndi mən özümü necə hiss edirəm? Bu sualı özünə səmimi olaraq sonuncu dəfə nə zaman vermisən və səmimi cavabını ala bilmisənmi? Özünün necə olduğunu duya bilmisənmi? Salamlayıram hər kəsi. Mən yaşam koçu Aynur İsmailova. Bugün sizinlə maraqlı bir mövzu haqqında danışacağıq. Mövzumuz özünü yaxşı hiss etmək üçün kiçik addımlar. Bugün sizinlə özümüzü necə yaxşı hiss edə bilərik? Bununla bağlı maraqlı praktikalar, texnikalar deyəcəm, bilgilər verəcəm və inanıram ki, burada öyrəndiklərinizi həyatınıza tətbiq etsəz, siz doğrudan da özünüzü çox yaxşı hiss edəcəksiniz. Xoş gəldiniz hər biriniz. Burada məni kimlər izləyir, yaza bilərsiniz. Hardan izləyirsiniz? Bu webinardan nə gözləyirsiniz? Bölüşün və biz başlayacağıq. Hər biriniz xoş gəlmisiniz. Mənim əsas webinarlarım xanımlar üçündür və çox vaxtda mövzularım da xanımlara uyğun olur. Elə bugün də əslində xanımlar üçün danışacağım. Amma arzu etsələr, bəylər də dinləyə bilərlər və buradan onlar da öyrəndikləri təcrübələri, praktikaları öz həyatlarına tətbiq edib gözəl nəticələr əldə edə bilərlər. Biz çoxumuz nə edirik? Başqalarına faydalı olmağa çalışırıq. Başqaları yaxşı olsun deyə, xüsusilə də başqaları deyərkən əzizlərimiz, yaxınlarımız, əlimizdən gələni etməyə çalışırıq. Onlar üçün bacardığımız hər şeyi edirik. Amma bəzən olur ki, biz bunları edəndə özümüzü unuduruq. Və müəyyən vaxtdan sonra baxırıq ki, nəsə çatışmır, özümüzü yaxşı hiss eləmirik, yorğun hiss edirik, gərgin hiss edirik, bəzən özümüzü çox yükləyirik. Belə olanda isə bizim enerjimiz azalır və hətta bəzən tükənir. Bunları aradan qaldırmaq üçün biz özümüzə yönəlməyi bacarmalıyıq və özümüzü yaxşı hiss etmək üçün özümüzə də zaman ayırmamız lazımdır. Nələr edə bilərik? Bugün bunlar haqqında mən sizə danışacağım. Burada olmağınız heç də təsadüfi deyil. Bu videonu dinləməyiniz heç də təsadüfi deyil. Demək ki, burada danışacaqlarım sizin ehtiyacınızdır. Burada məni sonacan dinləyəcəksinizsə, mütləq nələrsə götürəcəksiniz. Və götürdüklərinizi tətbiq etdikcə siz o ehtiyacınızı da qarşılamış olacaqsınız. Ona görə də sonacan məni dinləyin. Sonda sizə xüsusi təklifim də olacaq. Dəyərləndirə bilərsiniz. Burada danışdığım hər bir şey sizin xeyrinizə olacaqdır. Ona görə də diqqətiniz məndə olsun. Çayınızı, suyunuzu gətirin və məni dinləyin. Əslində biz çoxumuz mükəmməl olmağa çalışırıq. Hər şey daha yaxşı olsun deyə düşünürük. Birdən-birə həyatımızda böyük dəyişimlər olsun istəyirik. Amma düşünmək lazımdır ki, böyük dəyişimlər üçün kiçik addımlar lazımdır. Bugün mən sizə o ilk addımları atmaq üçün texnikalar deyəcəm. Burada o öyrəndiyiniz addımlarla yola başlaya bilərsiniz və bu sizi doğrudan da gözəl dəyişimlərə aparacaq. O böyük addımlar da davamlı olaraq sizin indi atdığınız kiçik addımların nəticəsində formalaşa bilər. Düşünməyin ki, hər şey mükəmməl olsun. Düşünməyin ki, birdən-birə hər şey əla olsun. Edə biləcəyiniz ən kiçik şeyi etməklə başlayın. Və bu sizi yavaş-yavaş böyüdəcək, inkişaf etdirəcək və daha yaxşı vəziyyətinizə gətirəcək. Bu suala cavabınız nə oldu? Sonuncu dəfə nə zaman özünüzə mən necəyəm dediniz və cavabını aldınız? Biz çoxumuz başqalarını anlayırıq, hamıya çatırıq, hamının yükünü daşıyırıq. Amma bəzən
o yükləri öz çiynimizə o qədər toplayırıq ki, özümüz o ağırlığın altında qala bilirik. Özümüzü axıra saxlayırıq. Bunu etməyək, təbii ki, əzizlərimiz, doğmalarımız üçün əlimizdən gələni edə bilərik. Amma özümüzü də unutmamaq şərti ilə. Bugün biz kiçik addımlarla necə irəliləyə bilərik, özümüzə necə yaxşı hiss etmək üçün faydalı ola bilərik, bunları birlikdə müzakirə edək, qeydlərinizi apara bilərsiniz və sonra da bunları həyatınızda tətbiq edə bilərsiniz. Ümumiyyətlə, yaxşı hiss etmək nə deməkdir? Necə düşünürsünüz? Bu suala cavabınız nə olardı? Fikirlərinizi bölüşə bilərsiniz. Sizə görə yaxşı hiss etmək nədir? Özünüzü yaxşı hiss etmək üçün birinci bunun nə olduğunun fərqində olmanız lazımdır. Bugün biz özümüzü yaxşı hiss etmək üçün hansı addımlar atacağıq? Bunları mən sizin diqqətinizə çatdıracağam. Və siz əvvəl deyin görüm, yaxşı hiss etmək nədir? Yaxşı hiss etmək deyəndə ağlınıza nə gəlir? Misal üçün, deyirsiniz ki, yaxşı hiss etmək xoşbəxt olmaqdır. Bəli, xoşbəxt olmaq bizi yaxşı hiss etdirir. Amma yaxşı hiss etmək hər zaman da xoşbəxt olmaq demək deyil. Yaxşı hiss etmək hər zaman bizim problemsiz olmağımız demək deyil. Bəzən problemlərimiz də olacaq. Bu problemləri aradan qaldıra bilmək də yaxşı hiss etməkdir əslində. Yaxşı hiss etmək hər zaman güclü görünmək deyil, hər zaman güclü olmaq deyil. Bəzən güclü olmadıqda belə özümüzü qəbul edə bilməyimiz də bizi yaxşı hiss etdirə bilər. Yəni, baxır hansı insan, hansı tərəfdən baxır, hansı anında bu duyğunu özündə formalaşdıra bilər. Yaxşı hiss etmək özünlə savaşmamaqdır. Yaxşı hiss etmək özündən məmnun olmaqdır. Həyatından məmnun olmaqdır. Və bu davamlı olmur, bu anlarla olur. Yaxşı hiss etdiyimiz anlarımız həyatımızda nə qədər çox olarsa, bu da bizim daha gözəl yaşamımızın səbəbi olacaqdır. İnsan özünü yaxşı hiss etmək üçün 3 amilə diqqət etməlidir. Bu 3 amillər nələrdir? Bədənimizin yaxşı olması, duyğularımızın yaxşı olması və düşüncələrimizin yaxşı olması. Bədənimiz, duyğularımız, düşüncələrimiz. Biz özümüzü yaxşı hiss etməyimiz üçün bu üçü üzərində işləməyimiz lazımdır. Və mən indi bunların hər üçü ilə bağlı sizə maraqlı praktikalar deyəcəm, texnikalar deyəcəm. Qeyd edin bunları və sonra isə baxın hansını özünüzə uyğun bilirsinizsə də, hansına ehtiyacınız varsa da onları həyatınızda tətbiq edin, nəticələrini də görün. İlk olaraq bədənimizdən başlayaq. Bədənimiz üçün kiçik addımlar. Bizim bədənimiz bizim duyğularımızı, düşüncələrimizi idarə edən əslində bir orqandır. Yəni, idarə edən deyərkən, tək idarə edən yox, həm də nəticəsini özündə göstərən bir orqandır. Psixosomatika deyilən bir elm var. Əgər insanın psixoloji vəziyyətində müəyyən problemlər olanda, çətinliklər olanda, bu insanın fiziki bədənində ortaya çıxır. İnsanda müəyyən xəstəliklər yaranır, insanın bədənində bunlar öz izlərini göstərir. Və müəyyən vaxtdan sonra artıq insan anlayır ki, nəsə düz deyil. Yəni, psixosomatikada deyilir ki, insanın əslində bir çox xəstəliklərinin səbəbi onun psixi vəziyyəti ilə əlaqədardır. Və bunlar mütləq ki, bədəndə müəyyən vaxtdan sonra özünü göstərir. Ona görə də biz bədənimizi daha yaxşı hiss etdirmək üçün müəyyən kiçik addımlar ata bilərik. Elə sizin üçün bugün bir kiçik addım deyəcəm. İndi diqqətiniz məndə olsun. İndi mən dediklərimi edin. Diqqətiniz məndə olsun və mən dediklərimi edin. Nə etmək lazımdır? Əvvəlcə bir dərin nəfəs alın, verin. Burundan nəfəsinizi alırsınız. Ağızdan nəfəsinizi verirsiniz. Bu ana qayıdın. Fikrinizi bu ana fokuslayın. Diqqətinizi mənim səsimə verin. İndi isə
Oturmusunuzsa, lap yaxşı. Ayaq üstə durmusunuzsa, yenə də diqqətinizi özünüzə verin və bu an ayaqlarınızı bir daha yerə möhkəm basın. Ayaq üstəsinizsə ayaqlarınız onsuz da yerdədir. Uzanmısınızsa durun, ayaqlarınızı yerə basın. Oturmusunuzsa bir daha ayaqlarınızı möhkəm yerə basın. Ayaqlarınızın hər ikisini yerə möhkəm basırsınız və özünüzü izləyin. Bədəninizi başdan ayağa bir gözdən keçirin. O demək skan etmək. Diqqətiniz özünüzdə olsun. Gözünüzü yumun və bədəninizi gözdən keçirin. Baxın görün, bədəninizin hansı hissəsində sizə hansı hiss gəlir? Gərginlik, ağırlıq, nə bilim ağrı. Baxın görün bu an bədəninizdə nələr var? Hansı duyğular, hansı müəyyən hisslər, deyim, ağırlıq mı deyim, ağrı mı deyim var. Yoxdursa nə gözəl, bunu da bölüşə bilərsiniz. Sadəcə fikrinizi özünüzə verin və baxın görün bu an bədəniniz necədir. Ola bilər müəyyən gərginlik var bədəninizdə, bunu da görməyə çalışın. Ola bilər yüngüllük hiss edirsiniz, bu çox yaxşı bir şeydir. Hansısa bir hissənizdə ağrı ola bilər, bunun da fərqində olun. Sadəcə indi fərqində olun. Heç nəyi düzəltməyə çalışmayın. Sadəcə baxın görün bədəninizin hansı hissəsində nəyi gördünüz, nəyi fərq etdiniz. Bunu bölüşə bilərsiniz mənlə və yaxud da özünüzə etiraf edə bilərsiniz. Mən bu an tutalım ki, çiynimdə bir ağırlıq hiss etdim. Mən bu an başımda ağrı hiss etdim. Mən bu an kürəyimdə bir gərginlik hiss etdim, dartılma hiss etdim. Nə bilim, ayaqlarımda sanki bir yığılma hiss etdim, cimildəşmə hiss etdim. Nə olur olsun. Sadəcə bunu görün və fərqində olun. İstəsəz yaza da bilərsiniz, bölüşə də bilərsiniz. Bu an bədəninizdə nəyi gördünüz, nəyin fərqində oldunuz. Bunu görməyiniz ilk addımdır. Bəzən biz əslində ilk addımları görsək, onu xəstəliyə kimi gəlib çıxmağına qoymarıq. O bədən hər zaman bizimlə danışır. Müəyyən vaxtlar olur ki, bədənimizdə o ilk simptomlar özünü göstərir. Biz amma bunu önəmsəmirik, fikir vermirik. Amma ilk anda biz bunu görsək və bunu aradan qaldıra bilsək, artıq o gedib dərin xəstəliklərə çıxmayacaq. Ayaqlarımda soyuqluq hiss etdim. Aha, bunun fərqində oldunuz, nə gözəl. Və sonra bunu özünüz üçün analiz edin ki, niyə mən sırf ayaqlarımda bu soyuqluğu hiss etdim? Bu nə ilə əlaqədar ola bilər? O duyğu sizə gələcək istər-istəməz. Bugün siz bədəninizlə bağlı sadəcə müşahidə apardınız və gördünüz və bu müşahidələr sizə dediyim kimi ilk özünüzlə bağlı nələrsə deyəcəkdir. Bunu görmək, bunun fərqində olmaq sizin özünüzlə bağlı nələri diqqətdə saxlamağınızı sizə göstərəcək. Mən heç bir şey hiss etmədim. Nədəndir? Ola bilərmi ki, diqqətinizi bura toplamadınız? Başdan mən deyəndə siz izləyirdinizmi mənim? Birinci nəfəs alıb veririk, sırf özümüzə fokuslanırıq. Sonra isə bədənimizi izləyirik. Sonra baxırıq bədənimizdə hansı hisslər var. Yaxşı da hiss edə bilərsiniz. Yəni, mütləq deyil ki, ağırlıq olsun. Bədəninizi yüngül də hiss edə bilərsiniz. Heç bir ağırlıq olmaya da bilər. Demək ki, hər şey yaxşıdır. Amma ümumiyyətlə heç nəyi duya bilmədinizsə, o zaman bu praktikanı yenidən edə bilərsiniz. O zaman ola bilər ki, nə isə gördünüz. Yadınızda saxlayın, bir daha deyirəm. Biz öz bədənimizi eşitməyəndə müəyyən vaxtdan sonra o xəstəliklə bizə özünü daha yaxşı eşitdirə bilər. O vaxt isə gec ola bilər. Ona görə də bu praktikanı indi etdiniz. Ara sıra müəyyən vaxtlarda yenə edin. Yenə edin və baxın görün bədəninizdə vəziyyət necədir. Və indi sizə bir çalışma da deyəcəm. Bədənimizlə bağlı. Yəni biz bugün kiçik addımlarla özümüzü necə yaxşı hiss edə bilərik. Bunlarla başlayırıq. Çünki dediyim kimi insanlar çox vaxt düşünür ki, nəsə böyük bir şey eləməlidir ki, hər şey əla olsun. Amma bugün mən sizə kiçik addımlar deyəcəm ki, siz buradan başlaya biləsiniz. Çox insan başlamaqda çətinlik çəkir. Ona görə də mən sizə kiçik addımlar deyirəm ki, siz elə buradan başlayın. İndi gəlin bu suala cavab verəsiniz. Düşünün. İndi bədəninizi müşahidə etdiniz. Tutalım ki, nələrsə gördünüz, nələrsə fərqində oldunuz. Və bunlarla bağlı özünüzə sual verin.
mənim bədənim üçün, bədənimi yaxşı hiss etməyim üçün edə biləcəyim ən kiçik şey nədir? Misal üçün, bir stakan su içmək ən kiçik bir şeydir. Və ya 5 dəqiqə sadəcə pəncərədən çölə baxmaq. Və ya sadəcə gəzmək. Elə evin içində də gəzmək ola bilər. Və ya tutalım ki, siz günün içində bütün günü işləmisiniz, ora qaçmısınız, bura qaçmısınız. 5 dəqiqə uzanmaq. Bu belə sizin bədəninizi rahatladacaqdır. Və ya çox insanlar indi bu dəqiqə telefonumuz əlimizdən düşmür də, hər an telefonumuz yanımızdadır. Və telefonla çox zaman keçirən insanlar var. Sadəcə 10 dəqiqə telefonumu özümdən kənara qoymaq. Bu belə kifayət edəcək ki, sizin bədəniniz biraz rahatlasın. Və öz versiyalarınızda deyə bilərsiniz. Mən sizə 3 variant dedim. Siz baxın özünüzə, bu suala cavab verin. Bugün bədənim üçün edə biləcəyim ən kiçik şey nədir? O suala cavab verin və elə bugün bunu edin. Ən kiçik şeyi edin. Böyük şey ehtiyac yoxdur etməyə. Ən kiçik şeyi edin və bunun özü sizin şuur altınıza bir siqnal olacaq ki, mən bədənim üçün nə isə etdim. Və siz bunun davamını da özünüz üçün etmək istəyəcəksiniz. Bəzən həyat çətin deyil. Biz sadəcə su içmirik. Baxın, sadəcə suyu içməmək insana o qədər böyük xəstəliklər verir ki, gün ərzində normalda biz ən az 2 litr su içməyimiz lazımdır ki, bədənimizdə olan o müəyyən kimyəvi proseslər var ki, onlar düzgün getsin. Çünki bədənimizin çox hissəsi sudan ibarətdir və oradakı o proseslərin düzgün getməsi üçün su balansı yerində olmalıdır. Və biz su içməyə vaxt tapmayanda o proseslərin getməsi üçün bədənimizin özündən bunları sərf etməyə başlayır və bu da nə edir? Bədənimizin yenə də müəyyən qədər sağlamlığının pozulmağına müəyyən vaxtdan sonra səbəb ola bilər. Ona görə də bax bu qədər sadədir əslində hər şey. Sadəcə suyu düzgün içməyimiz belə bir çox xəstəliklərimizin qarşısını ala bilər. Bunu da diqqətinizdə saxlayın. Bu arada mən həm də kimya biologiya müəllimiyəm. Arada ola bilər ki, bununla bağlı da mən sizə nələrsə deyim. Yəni kimyəvi proseslərmi deyim, bioloji nələrsə deyim. Yəni bu tərəfdən də yanaşıram hər zaman. Bizim ikinci baxmağımız gərəkən duyğularımızdır. Birinci nə dedik? Bədənimiz. İkinci isə duyğularımız. Duyğularımızın üzərində işləməyimiz lazımdır. Və hər şey duyğulardan asılıdır. Misal üçün, bunu mən həmişə deyirəm, marafonlarımda da deyirəm, seanslarda da deyirəm. Baxın, baş verən heç bir hadisə o olduğu kimi pis və yaxud da yaxşı hadisə deyil. Bizim ona yüklədiyimiz duyğudur o hadisəni pis və yaxud da yaxşı edən bizim gözümüzdə. Ona görə də həmin hadisə ilə bağlı, həmin o yaşadığımız durumla bağlı bizim hissimiz nədirsə də ona uyğun biz nəticəni görürük. Və bizim özümüzü yaxşı hiss etməyimizin əsası da duyğularımızı görməyimiz, tanımağımızdan çox asılıdır. İndi isə gəlin duyğularla sizə praktikalar deyim, kiçik adımlar deyim və bunları tətbiq edin. Bunlarla bağlı da davamını yenidən öz üzərinizdə işləyərsiniz. Ümumiyyətlə, çox vaxt, xüsusilə də uşaq vaxtı olanda, biz nəsə olur insanıq da, bizi incidən bir şeylər olanda ağlaya bilirik, üzülə bilirik, əsəbləşə bilirik. Bu zaman nə deyirlər bizə? Ağlama, əsəbləşmə. Nədənsə özümüzü gücsüz hiss eləyəndə deyirlər ki, sən güclü olmalısan, sən güclüsən, xüsusilə xanımlara bu deyilir ki, bəs sən güclüsən, sən bacararsan. Bəzən amma insan, axı biz insanıq, robot deyilik, elə bir şeylər yaşayır ki, özündə o gücü görə bilmir və özünü çox gücsüz hiss eləyir. Amma o qədər ona deyirlər ki, sən güclü olmalısan, sən güclüsən. O buna özünə icazə vermir. O qorxur ki, güclü olmasa sanki hər şey bitər, tükənər və s. və bu onu narahat edə bilər. Ona görə də əvvəl o duyğuları yaşamağa özümüzə icazə verməyimiz lazımdır. Yəni o ağlama deyirlər bizə, ağlamaq istəyirsinizsə ağlayın. Yəni burada heç nə yoxdur. Yəni ağlamaq bir şey deyil. Yəni ağlamaq istəyirsiniz, ağlayın. Və əgər siz də ətrafınızda olan ağlamaq istəyənlərə ağlama deyirsinizsə də, üzülmək istəyənlərə üzülmə deyirsinizsə də, bilin ki,
bu yaxşı bir şey deyil də. Siz onlara sanki deyəsiniz ki, duyğularını bastır. Və biz duyğularımızı bastırdıqca müəyyən vaxtdan sonra bu da xəstəliyə gətirib çıxardacaq. Bu da bizim fiziki bədənimizdə çox pis izlər buraxa bilər. Bastırılan duyğular bilin ki, yox olmayacaqdır. Onlar içəridə yığılır və hardasa partlaya bilər. O deyirik, xalın altına zivilləri süpürürsənsə də o demək deyil ki, o zivil yoxa çıxdı. Yox, onlar yoxa çıxmayacaq axı. Sən xalını qaldıranda görəcəksən o zivil yenə orada durur. Onu süpürüb atmaq lazımdır, tullamaq lazımdır. İndi isə mən sizə sual verəcəm. Bax, bu an elə özünüzü izləyin. Biz fiziki bədənimizlə bağlı suala cavab verdik. İndi isə bu suala cavab verin. Mən bu an özümü necə hiss edirəm? Bax, bu suala indi cavab verin. Bu an özünüzü necə hiss edirsiniz? Bu suala mən indi deyirəm, cavab verin. Bunu ümumiyyətlə gün ərzində bu sualı özünüzə verin. Hər an verin. Baxın, yəni sevincli olan anlarda da verin bu sualı özünüzə. Nə bilim, gərgin olanda da verin. Adi hallarınızda da verin. Öz duyğularınızı müşahidə edin. Türklər buna gözləmləmək deyirlər də. Yəni gözdən keçirin buna. Öz duyğularınızı tanıyın, görün. Bax, bu an özünüzü necə hiss edirsiniz? İstəsiniz burada yaza bilərsiniz. Misal üçün, adam var deyə bilər, yorğun hiss edirəm. Adam var deyə bilər, küskünəm, kimsə incidibdir. Adam var deyə bilər, narahatam. Adam var deyə bilər, sanki bir boşluqdayam. Duyğuların xəritəsi var, duyğuların siyahısı var. Orada çox duyğular var. Bizim tanıdığımız bir neçə duyğu var. Sevinç, kədər, nə bilim, əsəb və s. Amma duyğular əslində çoxdur. O duyğuları tanıyın ki, mən özümü necə hiss edirəm deyəndə o suala düzgün cavab verə biləsiniz. Sadəcə yaxşı hiss edirəm, pis hiss edirəm, yox. Hissin adını düzgün qoyun ki, biləsiniz ki, o içinizdəki hiss nədir. Misal üçün, burada nə yazıblar? Yorğun hiss edirəm. Yaxşı hiss edirəm yazıblar, nə gözəl. Aha, indi yaxşı deyərkən necə hiss edirsiniz? Bax, onun adını deyin. Yaxşı, yəni necə hiss edirsiniz? O duyğunun adını deyin desəm, cavabınız nə olar? Misal üçün, mən bugün özümü necə hiss edirəm? Gəlin, mən sizə nümunə özümdən deyim. Mən bugün özümü fərəhli hiss edirəm, yəni fərəhlənirəm. Niyə fərəhli hiss edirəm? Çünki müəlliməm dediyim kimi. Bugün işdə olmuşam, şagirdlərimdən xoş sözlər eşitmişəm. Mövzunu izah edərkən şagirdlərin anlamağı, cavab verməyi məni çox gözəl hiss etdiribdi və bununla fərəhlənmişəm. Müəllim olduğumla bir daha qürur duymuşam. Bu arada mən çox sevirəm öyrətməyi və öyrənməyi. Sanki bu mənim yaşam amacımdır deyə düşünürəm. Elə webinarlardır, marafonlardır. Bunlar əslində də buna xidmət edir. Bu da mənim işimin bir parçasıdır və bundan zövq alıram. Öyrətmək məni xoşbəxt hiss etdirir. Öyrənmək də həmçinin. Yəni bunu öyrəndim, bitdi, yox. İstəyirəm hər dəfə yeni nələrsə öyrənim və bunu kiməsə öyrədim. Və mənim bir şeyi öyrənməyim nə zaman daha yaxşı olur? Bəlkə müəllimliyimlə əlaqədardır, bilmirəm. Nəyisə öyrənirəmsə də onu başqasına danışanda, başqasına öyrədəndə daha yaxşı yadımda qalır. Bu mənim öyrənmə metodumdur. Aha, fərəhli hiss edirəm. Aha, xanım da yazıb ki, mən də fərəhli hiss edirəm. Bu mövzunu bildiyim üçün, bu mövzuya talib olduğum üçün. Nə gözəl. Daha da gözəl nələr mümkün. Aha. Ümumiyyətlə, özünüzü yaxşı da hiss etsəz, pis də hiss etsəz, o an o duyğunu görməyiniz sizin sanki bir addım öndə olmağınız deməkdir. Sonra bununla əlaqəli nələrsə edə bilərsiniz. Duyğularınız sizi məmnun etməsə belə, onu görməyiniz elə sizin üçün, necə deyim, o əgər pis hiss edirsinizsə də elə sağalmağın yarısı deməkdir. İndi duyğularınızdan qaçmayın. Sadəcə o duyğularınızı görün və qəbul edin. Əgər, məsəl üçün, xanım yazdı ki, yorğun hiss edirəm. Burada yorğun yazan xanımlar 2 nəfər yazıb ki, yorğun hiss edirəm. Sadəcə mən bu an özümü yorğun hiss edirəm. Qəbul edirəm. Bu an özümü yorğun hiss etdiyimi qəbul edirəm. Bax, bu cümləni özünüzə deyin. Yorğunam, mən bu an yorğunam. Bəzən insana yorğun olmağa belə icazə vermirlər. Niyə sən yorulubsan ki? Sən yorula bilməzsən. Niyə yorula bilmərik? Hamımız yorula bilərik. Bəzən o qədər biz hər şeyə yetişməyə çalışırıq, hər şey edirik ki, biz etməyəndə deyirlər, bəs bunu niyə eləmədim vaxtında? Yoruldum, edə bilmədim. Yəni, mümkündür, bu mümkün olan bir şeydir. Amma
bəzən özümüz buna icazə vermirik və biz özümüz buna icazə vermədiyimizə görə ətraf da deyir ki, yox, falan kəsə yorulmaq olmaz. Axı o hər zaman hər şeyi çatdırıbdı. Niyə indi çatdırmadı? Sadəcə elə olanda belə qəbul edin, icazə verin. Vəssalam. İndi isə elə bu təcrübəni sizə deyirəm. Bax, bu təcrübəni sizə deyirəm. Bunu özünüz üçün edin. Demək, özünüzü necə hiss etmənizdən asılı olaraq, əgər bu hiss sizdə müəyyən yəni yaxşı hiss etməyinizə mane olacaqsa da, bunu necə aradan qaldıra bilərsiniz? Dediyim kimi, sadəcə bunu müəyyən müddət yaşamağa özünüzə icazə verməklə. Müəyyən müddət deyirəm, ha. Biz yorğunuqsa da davamlı yorğun qalacaqsa, bu artıq başqa fəsadları gətirib çıxardır. O yorğunluğun aradan qalxması üçün özünüzə müəyyən müddət ayırın, aradan qaldırandan sonra yenə işinizə davam edə bilərsiniz. Amma ilk olaraq, indi isə sizə bir dənə kiçik təcrübə deyəcəm. İndi bunu edin. Nə edirik? Sizə cümlələr deyəcəm. Bunlar sizə nümunə üçündür. Amma siz də öz duyğularınıza uyğun cümləni qurub özünüzə deyə bilərsiniz. Misal üçün, xanımlar yorğunam yazıblar. Elə bayaq da dedim, indi də deyirəm. Elə indi deyin. Bugün yorğun olmağa icazəm var. Bu an mən yorğun olmağa icazəliyəm. Axı, icazə vermirik çoxumuz özümüzə. Bu an yorğun olmağa icazəm var. Bu cümləni elə indi özünüzə deyin. Bu sizi rahatladacaqdır. Çünki çoxumuz yorğun olduğumuz üçün bəzən özümüzü günahkar da hiss edirik. Amma bu belə bizi rahatladacaqdır. Yaxşı hiss etdirəcək. Axı, bugünkü mövzumuz yaxşı hiss etmək üçün kiçik addımlardır. Bugün yorğun olmağa icazəm var. Dediniz cümləni. Baxın, görün necə hiss etdiniz özünüzü. Bir dənə də cümlə deyim sizə. Hər şeyi indi həll etməyə borçlu deyiləm. Hər şeyi indi həll etməyə borçlu deyiləm. Ola bilər ki, sizin bu an görəcəyiniz çox iş var. Amma sizin zamanınız onun hamısını birdən eləməyə bu an axı yetmir. Ən az birini indi başlayıb edə bilərsiniz də. Ona görə deyin ki, hər şeyi indi həll etməyə borçlu deyiləm. Sırayla edəcəksiniz də, vaxtınız olduqca yavaş-yavaş. Bu cümləni də deyin, görün özünüzü necə hiss edəcəksiniz. Hər şeyi indi həll etməyə borçlu deyiləm. Baxın, cümlələrin o qədər böyük gücü var ki, biz o cümlələri özümüzə deməklə bir çox şeyi özümüzdə, şuur altımızda gözəl siqnal verərək dəyişdirə bilərik. Bunu bilin. İstədiyimiz, işlətdiyimiz bir çox cümlə bizim həyatımıza çox böyük dəyişim verə bilər. Biz bunu kiçik düşünsək də, əslində kiçik deyil. Bu, böyük dəyişimin ilk kiçik dediyimiz addımıdır. Və yaxud da bir cümlədə deyim sizə, biz axı insanıq və insanın güclü tərəfləri də var, zəif tərəfləri də var. Ola bilər müəyyən vaxtlar biz özümüzü zəif hiss edəcəyik. İnsan olmaq sadəcə zəiflik deyil. Yəni, bizim güclü tərəflərimiz də çoxdur. Vaxtı gələndə, gücümüz çatanda onlar da ortaya çıxacaq və ona uyğun biz öz üzərimizə düşənləri edəcəyik. İnsan olmaq sadəcə zəiflik deyil. İnsan olmaq sadəcə zəiflik deyil. Bu cümləni də özünüzə deyə bilərsiniz. İnsan olmaq sadəcə zəiflik deyil. Necə hiss etdiniz özünüzü bu cümlələrdən sonra? Və baxın duyğularınıza, siz də burada fərqli cümlələr əlavə edə bilərsiniz. Bu, duyğunuzla bağlı sizi yaxşı hiss etdirən cümlə. İstəsəz burada yaza bilərsiniz. Ümid edirəm ki, bu cümlələr sizi yaxşı hiss etdirdi və gəlin davam edək. İndi isə biz nə dedik? Bədən, duyğular və düşüncələr. Düşüncələr də nədir? Bizim fikrimizdən keçənlərdir. Özünüzlə necə danışırsınız? Özünüzə müəyyən vaxtlarda necə yanaşırsınız? Həyatınızla bağlı, gələcəyinizlə bağlı, keçmişinizlə bağlı, beyninizdə hansı düşüncələriniz daha çox olur, daha baskın olur?
Bu suala cavab verə bilərsinizmi? Özünüz üçün bunu analiz edin, fərqində olun. İstəsəz burada da bölüşə bilərsiniz. Amma elə özünüzün fərqində olmağınız sizin üçün kifayətdir əslində. Bölüşsəz yenə də mən də oxuya bilərəm ki, baxaq görək kimlərin özü ilə dialoqu necədir, özü ilə necə danışır, daha çox hansı düşüncələri üstünlük təşkil edir. Əslində bizim düşüncələrimiz də çox vacib yerdir. Bizim özümüzü yaxşı hiss etməyimiz üçün. Bir misal da var edir, düşüncələrini dəyiş, həyatını dəyişsin. Ona görə də düşüncələrimizi görməyimiz çox önəmlidir. Düşüncələrimizə diqqət etməyimiz, onların fərqində olmamız çox önəmlidir. Və bir çoxunuz deyirsiniz ki, qorxularım başıma gəldi, düşündüyüm başıma gəldi. Niyə? Çünki o qədər basqın şəkildə siz bunu düşünürsünüz ki, bu sizin reallığınız olur. İndi istəyirəm sizə bir sual verim. Özünüzlə necə danışırsınız? Bu suala cavab verin. Yəni, özünüzlə daha çox necə danışırsınız? Gəlin belə bir sual verim də. Son zamanlar özünüzə dediyiniz ən sərt cümlə nə olubdu? Özünüzü, yəni, danladığınız deyək də, özünüzə dediyiniz ən sərt cümlə nə olubdu? Yaza bilərsiniz. Baxaq görə kim özünə ən sərt cümlə nə deyib. Biz hər zaman uğurlu ola bilmərik, biz hər şeydə mükəmməl ola bilmərik. Amma çoxumuz bir şeydə uğursuz olan kimi, nəsə alınmayan kimi başlayırıq gileylənməyə, özümüzü danlamağa, deyinməyə. İndi istəyirəm ki, baxım görüm siz özünüzü danlayarkən hansı cümləni özünüzə demişsiniz? Özünüzə dediyiniz sərt cümlə nə olub? Ən son xatırladığınız cümlə nədirsə də onu bölüşün. Nəsə olur, mən ona cavab vermirəm. Sonra deyirəm, niyə belə etmədim? Hə, məsəl üçün, özünüzə dediyiniz cümlə budur ki, filan vaxtı niyə belə etmədim, niyə cavab vermədim? Yəni, özünüzü həmən cavab vermədiyinizə görə qınamısınız. Belə bir cümlə deyirsiniz də özünüzə. Tamam, başqa nə cümlə deyirsiniz? İlişib orada qalıram. Aha, anladım. Misal üçün, mənim özümə dediyim sərt cümlə nədir? Mənim bir xasiyyətim var. Mən hər şeyi son ana saxlayıram. Bu da müəyyən vaxtlar olur ki, məni daha tələskən edir də. Yəni, tələskən edirəm ki, nə isə çatdırım. Və özümə sərt dediyim cümlə olur ki, misal üçün, ən son özümə nə demişəm? Dünən biz səhər yuxudan dururuq, mənim övladlarım, ailəm. Övladlarım məktəbə gedir, bağçaya gedir, yoldaşım və mən isə işə gedirik. Və səhər tezdəndən saat ən az 8-ə 5 dəqiqə qalmış, biz evdən çıxmalıyıq, 5 dəqiqə, 10 dəqiqə qalmış evdən çıxmalıyıq ki, həm uşaqlar dərsə getsin, yəni uşaqları aparıb qoymaq dərsə, özümüz də işə gedək. Və elə oldu ki, dünən vaxtında çıxa bilmədik. Hardasa biz evdən çıxanda artıq 8-10 idi. Yəni 9-a 10 dəqiqə işləmişdi. Və mən özümə dedim ki, sən necə adamsan, niyə vaxtında durmadın, biraz tez dura bilməzdin, niyə belə məsuliyyətsizlik eləyibsən? Özümə bunu demişəm. Baxın, mən özümdə etiraf eləyirəm sizə ki, yəni vaxtında hazırlaşa bilmədiyimizə görə biz dünən biraz gec getdik. Düzdür, hamımız vaxtında çatdıq, yoldaşım vaxtında çatmadı, çünki o bizi qoyub axırda o gedir, yəni öz işinə gedir. O 5 dəqiqə işinə gecikdi və buna görə mən özümü günahlandırdım və çox pis oldum və özümü bu şəkildə danladım. Və ümid edirəm ki, daha olmaz bu. Yəni özümü bu şəkildə danlamışam. Və bununla bağlı özümə nə deyə bilərəm? İndi bölüşəcəm. Siz öz fikirlərinizi bölüşün. Özünüzə dediyiniz ən sərt cümlə nə olubdu? Orada bölüşün. Kim istəsə yaza bilər. Və yaxud da elə özünüzə deyə bilərsiniz. Sonra mən sizə davamlı texnikanı necə bunu tətbiq edə bilərsiniz, onu deyəcəm. Nümunə ilə sizə deyirəm ki, özlərimdə, siz də özlərinizdə bunu tətbiq edə bilərsiniz. Aha. Demək, siz özünüzə hansısa bir sözü deyirsiniz. Misal üçün, ola bilər nə isə elədiniz və bu şey sizdə alınmadı və deyirsiniz ki, mən bunu bacarmadım, alınmadı. Mən bunu niyə istədiyim kimi eləyə bilmədim?
və hətta bir çoxlarınız özünüzə çox sərt cümlələr deyirsiniz. Həddindən artıq sərt cümlələr deyirsiniz. Mən bacarıqsızam, mən şanssızam, mənim əlimdən heç nə gəlmir və s. Və yaxud da mən nə isə elədim, çatdıra bilmədim və s. Bu cümlələri biz özümüzə deyirik. Əslində haqlıyıq müəyyən yerdə ki, yəni alınmadığına görə eləyənmədim. Amma onu sərt demək yerinə dəyişmək üçün nə edə bilərəm, buna fokuslanmaq lazımdır. Və biraz özümüzdən daha yumşaq danışa bilərik. Özümüzü daha yaxşısına yönləndirməyə çalışmaq lazımdır. Günahlandırmaq yerinə düzəltməyə yönəltmək. Aha, öz cümlələrinizin fərqində oldunuz və özünə daha pis cümlələr deyən insanlar, özünü daha çox sərt mühakimə edən insanlar. Siz özünüzlə belə danışdığınız kimi başqa insanlarla danışa bilirsinizmi? Misal üçün, hətta elə insan var ki, özünə elə sözlər deyir ki, başqasına sözlər desə, deyir ki, sən necə, məsəl üçün, yaxınına desə, sən necə yaxın insansan, necə mənim əzizimsən ki, mənə belə sözlər deyirsən, hətta küsər belə sizdən. Elə sözlər deyənlər var. Yəni, elə əgər sərt sözlər deyirsinizsə, o sözləri öz əzizinizə deyə bilərsinizmi? Deyə bilməzsiniz, çünki o küsər sizdən. Amma əslində özünüzə daha yaxınsınız axı. Özünüzü daha çox dəyərli görməyiniz lazımdır axı. Ona görə də bu sərt cümlələri dəyişmək lazımdır. Necə dəyişək? Demək, sizə yeni bir çalışma deyəcəm. Daxili səs dəyişimi texnikasıdır bu. Nə etmək lazımdır? Demək, biz tutalım ki, özümüzə dedik ki, mən bacarmadım. Nə isə etdik, alınmadı. Dedik ki, bacarmadım. Bunu biz müsbət cümlə ilə necə dəyişə bilərik? Tutalım ki, mən indi bacarmadım. Bəli, doğrudan da bacarmadım, alınmadı. Bunu başqa bir sözlə, müsbət sözlə necə ifadə edə bilərik? Gəlin düşünək. Mən öyrənirəm. Yəni, alınmadısa da mən prosesin içindəyəm və öyrənirəm. Bacarmadığımın yerinə mən bu işi etməyi öyrənirəm deyə bilərsiniz. Və daha yaxşı alınması üçün nələr etmək lazımdır buna baxacaqsınız və bunu edəcəksiniz. Misal üçün, mən bir dəfə, ilk dəfə olaraq aş bişirirdim. Məktəb vaxtındaydı, uşaq idim onda. Aşı bişirəndə, ilk dəfə mən aşı bişirəndə xaşıl olmuşdu da, yəni düzgün formada eləməmişdim, həddindən artıq qaynatmışdım. O da xaşıl olmuşdu, heç yaxşı çıxmamışdı. Axır çərşənbə idi də onda. Və ilk dəfə eləyirdim, mən çox üzülmüşdüm. Aşı gətirdim, atam onda mənə dedi ki, bəs dadı amma yaxşı dadırdı. Hə, dedi ki, bəs eybi yox da, əsas odur ki, yaxşı dadır. Gələn dəfə Novruz bayramında daha yaxşı bişirərsən. Bildin də nəyi səhv elədin? Dedim, hə, həddindən artıq qaynatdım. O da öhdü, belə oldu da. Dedi, eybi yoxdur, öyrənirsən. İndi öyrəndinmi, gələn dəfə daha yaxşı bişirərsən. Baxın, öyrənirəm sözünə misal olaraq öz həyatımdan sizə nümunə deyirəm. İndi sizdə nəsə alınmadı mı? Düşünün ki, mən burada öyrəndim ki, nəyi səhv elədim. Onu daha yaxşı eləyib düzəldərəm ki, alınsın gələn dəfə. Və nə baş verdi? Novruz bayramında yenə aş bişirdik. Bizdə çərşənbədə bir aş pişiririk, lobyalaş deyirlər də. Novruz bayramında da adi aş pişiririk, lobyasız, qaralı və s. Artıq mən Novruz bayramında bişirdiyim aş gözəl çıxdı. Xaşıl olmadı. Vaxtında mən onu götürdüm və gözəl bir aş oldu və onu da evdə yeyəndə dedilər ki, hə, bu dəfə yaxşı çıxdı. Artıq öyrəndin. Və siz də özünüzə belə deyin, öyrənirəm. Sonra baxın, görün nəyi səhv etmişdiniz, onu düzəldin. Növbəti dəfə onu düzəldəndən sonra, alınandan sonra özünüzə deyin, öyrəndim. Nə gözəl. Bax, bunu öz həyatınıza tətbiq edə bilərsiniz. Və yaxud da, misal üçün, nə isə elədiniz, çatdıra bilmədiniz də, vaxtında onu eləyə bilmədiniz. Deyirsiniz özünüzə ki, çatdırmadım da, mən bunu çatdıra bilmədim. Onu müsbət cümlə ilə necə dəyişə bilərsiniz? Misal üçün, mən bu an əlimdən gələni etdim. Düzdür, çatdırmayıbsan. Amma müsbət ifadə ilə isə, mən bu an əlimdən gələni etdim. Əlinizdən gələni etmişsiniz, sadəcə olaraq zamanınız kifayət etməli, çatdırmaz. Növbəti dəfə baxırsınız ki, misal üçün, bu qədər vaxt lazım idi buna, çatdıra bilməyibsiniz də. Demək, bu boyda vaxt sərf etsəz, artıq çatdıracaqsınız.
İndi mən özümə gəlim, dedim axı mən dünən gecikmişdim. Deməli mən dünən gecikmişdim, özümə dedim ki, sən məsuliyyətsizsən, vaxtında işə gedib çatmadın. Və mən özümə dedim ki, əslində sən məsuliyyətlisən, yorğun idin deyə sən gecə uşaq bəzən olur gecə yatır və o gecə yatdığına görə mən də gecə yatıram. Bir də görürsüz 2-də 3-də uşaq yatdığına görə mən də gecə yata bilirəm. Və mən də səhər durmaqda çətinlik çəkirəm. Və özümə dedim ki, sən yorğun idin deyə bu gün tez dura bilmədin. Belə alındı və sən məsuliyyətlisən. Çalış, növbəti dəfə zamanında dur ki, vaxtında durub gedəsən. Bu cümləni özümə deyirəm və inşallah çalışacağam ki, artıq mən vaxtında gedib və onu deyim ki, bugün artıq biz 8-ə qalmış evdən çıxmışdıq. Yəni dünən dediyim kimi gec getmişdik və mən o cümlələr özümə dedim. Özümə bu cümlələr deyərək o qırğınlığı deyim də, o üzüntünü deyim, biraz aradan qaldırmağa çalışdım. Və şükürlər olsun ki, biz bugün vaxtında evdən çıxa bildik və hər kəs vaxtında çatdı. Mən də vaxtında çatdım, yoldaşım da vaxtında öz işinə çatdı, şükürlər olsun. Aha, baxın siz də bu texnikanı istənilən bir məqamda, o özünüzdə nəyi qınamısınızsa da, özünüzdə nəyə sərt reaksiya bildirib özünüzü danlamısınızsa da, onu müsbət ifadəyə çevirin və onu düzəltmək üçün addımlarınızı atın və inşallah ki, o nədə qınamısınızsa da onu yaxşı bir vəziyyətdə sonra yerinə yetirə bilərsiniz və bu da sizi yaxşı hiss etdirər. Davam eləyək. Beləliklə, mən sizə bugün həm bədənlə, həm duyğu ilə, həm də düşüncə ilə işləməyiniz üçün texnikalar dedim. Bunları öz həyatınızda tətbiq edə bilərsiniz. Və sizə kiçik addımları icra edə biləcəyiniz bir təcrübədə deyəcəm. Bu təcrübəni də ən az 7 gün boyunca edə bilərsiniz. Bu ümumi bir təcrübədir ki, hamısını özündə daşıyır. Nə edə bilərsiniz? Ən az 7 gün çalışın bunu etməyə. Daha çox etsəz nə gözəl, 21 gün və daha artıq edə bilərsiniz. Hər gün özünüzə bu sualı verin. Bugün özüm üçün nə edə bilərəm? Kiçik addım. Misal üçün, su içmək, sadəcə nəfəs hərəkətlər etmək, sadəcə sakitlikdə qalmaq, bayaq demək ki, uzanmaq və s. Nə bilim, kiçik bir addımda, böyük də ola bilər, böyük edə bilirsiniz, böyük də ola bilər. Yəni, ən azından ən kiçiyini. Bu sualı hər gün özünüzə verin. Bugün özüm üçün nə edə bilərəm? Və bugün edə biləcəyiniz nə varsa da, bugün özümü yaxşı hiss etməyim üçün nə edə bilərəm? Bax, sualın əsası budur. Yaxşı hiss etməyiniz üçün. Bugün özüm üçün nə edə bilərəm ki, özümü yaxşı hiss edim? Dediyim kimi, tapırsınız bir şey, böyük də ola bilər, kiçik də ola bilər. Ən azından kiçik bir şey edin. Kiçik bir şey. Bugün özümü yaxşı hiss etməyim üçün bunu edə bilərəm. Vəssalam, gedin onu edin. Hər gün özünüzü yaxşı hiss etməyiniz üçün kiçik də olsa, böyük də olsa bir şey edin. Və bunu ən az 7 gün və davamlı daha çox edə bilərsiniz. Edin və baxın, görün günlərlə bunu etmək sizi necə hiss etdirəcək. Bugün mənim sizə deyəcəklərim bu qədər idi. Sizin atacağınız hər kiçik addım sizi böyük uğurlara aparacaq. Bunu bilin. Və bu sizin özünüzə verdiyiniz dəyərdir. Bilin ki, bizim özümüzə verdiyimiz dəyər ətrafın da bizə verəcəyi dəyər üçün ilk addımdır. Özümüzə nə qədər çox dəyər verməyi bacarsaq, o enerjini də ətrafa yayırıq və ətraf da bizim dəyərli hissimizi görür və o dəyəri biz də onlardan görə biləcəyik. Ona görə də özünüzlə nə qədər yumşaq davrana bilirsinizsə, bilin ki, həyat da sizinlə o qədər yumşaq davranacaqdır. Mən sizi, əgər bu texnikalar sizə gözəl təsir etdisə, nə gözəl. O 7 günlük dediyim çalışmanı da edə bilsəz daha əla ola bilər. Və həmçinin mən sizi gözəl bir proqrama dəvət edirəm. 7 günlük bir proqramdır. Bu proqram da sizin özünüzü yaxşı hiss etməyiniz üçün bir proqramdır. Özünüzü yaxşı hiss etməyiniz üçün sizi 7 günlük bir proqrama, marafona dəvət edirəm. Bu proqramda siz nələr əldə edə biləcəksiniz? Bu proqramda siz sadəcə böyük dəyişimlər üçün yox, özünüzü düzəltmək üçün yox, özünüzü kiməsə çevirmək üçün yox, sadəcə özünüzə qayıtmaq üçün, özünüzü görmək üçün gözəl çalışmalar edəcəksiniz. 7 gün boyunca hər gün kiçik çalışmalar, sizi yormayan,
Amma sizə böyük fərqindəlik yaradan çalışmalar olacaqdır. Özünüzlə münasibətinizi dəyişə biləcəyiniz çalışmalar olacaqdır. Özünüzü məcbur etmədən, mükəmməl olmağa çalışmadan ata biləcəyiniz kiçik addımlar olacaq. 7 günlük bir təcrübələr olan, praktikalar olan bir marafondur, bir proqramdır. Və siz orada sadəcə özünüz olacaqsınız. Sadəcə insan olduğunuzu qəbul edəcəksiniz. İnsandakı qüsurludur. İnsanda hər şey mükəmməl deyil. Qüsurlarımız da var, zəif cəhətlərimiz də var, bacardıqlarımız da var, bacarmadıqlarımız da var. Sadəcə bunları olduğu kimi qəbul etməyə bacaracaqsınız proqramda. Mən sizi dəvət edirəm bu 7 günlük marafona. Bugün qərar verə bilərsiniz bu marafona qoşulmaq üçün. Əslində bu sizin üçün bir cəsarət yox, bu sizin özünüzə hörmətiniz olacaqdır. Mən özümə dəyər verirəm və bu 7 günlük marafonu özümə hədiyyə edirəm. Özünüzə bunu deyə bilərsiniz və qoşula bilərsiniz bu marafona. Bu marafonda hər gün sizə yollayacağım çalışmaları edərək özünüzü daha yaxşı hiss edə bilərsiniz. Kiçik adımlar atdığınız hər bir gün əslində sizi böyük dəyərə çatdıran gündür. O kiçik addım sizə böyük dəyər qatacaq əslində. Və müəyyən hissəmiz var ki, o qədər yükləri yığırıq ki öz çiynimizə. Bu bizə o qədər ağırlıq verir ki və düşünürük ki, sanki hər şeyi biz etməliyik. Və bu da yaxşı hal deyil. Bu da bizim özümüzü yaxşı hiss etməyimizə mane olur. Ona görə də nə qədər ki siz kiçik addımlar ata biləcəksiniz, o zaman böyük yüklər də artıq sizin olmayacaq. Və sizin hər birinizi bu marafona dəvət edirəm. 7 günlük bir marafondur. Bu marafonda iştirak edə bilərsiniz. Kiçik addımlarla özünüzü yaxşı hiss edə bilərsiniz. Marafonumuzun adı Özünə Yaxın 7 günlük yaxşı hiss etmə proqramıdır. Özünə yaxın olub, özünüzü 7 gün yaxşı hiss etmək istəyirsinizsə də bu marafona qoşulun. Buradakı çalışmaları edin və həm bədəninizi, həm duyğularınızı, həm də düşüncələrinizi gözəl şəkildə dəyişdirin. Məni dinlədiyiniz üçün sizə təşəkkür edirəm. Ümid edirəm ki, burada öyrəndiklərinizi həyatınızda tətbiq edəcəksiniz və özünüzü daha da yaxşı hiss edəcəksiniz. Bugün sizinlə olduğum üçün mən də özümü çox yaxşı hiss etdim. Sizə nələrsə ötürə bildiyim üçün özümü çox yaxşı hiss etdim. Öyrəndiklərimi sizə çatdıra bildiyim üçün özümü çox yaxşı hiss etdim. Buna görə də şükürlər olsun. Hər gününüz şükürlə keçsin. Özünüzü nə zaman yaxşı hiss etsəz, şükür duyğunuz da hər zaman olsun. Həyatınızda olan bütün gözəllikləri görməyi bilin. Bunlara görə şükür etməyi bilin. Bu da sizi hər zaman yaxşı hiss etdirəcək. Təşəkkür edirəm bir daha. Sağ olun, sevgi ilə qalın. Xoş sözləriniz üçün çox sağ olun. Burada yazdıqlarınızı da görürəm. Əgər marafona da qoşulmaq istəsəz, mənə şəxsi yaza bilərsiniz. Uğurlar, sevgilər. Ürəklərinizə görə bir daha minnətdaram. Sağ olun.